Hər birinizə salam dəyərli izləyicilər. Qəbula son təkrar playlistimizin HTML mövzusundayıq. Gəlin baxaq, başlayaq. 2023-cü ilin qəbulunda istifadə olunmuş nümunə veb səhifəyə cədvəl əlavə etmək üçün HTML kodu yazılıb. Kodun icrasından sonra alınacaq cədvəl haqqındakı mülahizələrdən hansısı doğru deyil? Mən bu doğru deyil sözünün altını xəttləmək istəyirəm, çünki uşaqlar çox vaxt buna diqqət eləmir. Əla, gəlin baxaq. Cədvəlin ikinci sətrinin üçüncü sütun elementi qalın şriftlə yazılıb. İkinci sətir ikinci TR-dir. İkinci TR-nin üçüncü sütunu budur. Bu qalın şriftlədir, bəli. Burada table tagin bağlanışı yaddan çıxıb, nəsə də table. Bəli, qalın şriftlədir, bu doğru fikirdir. Cədvəlin ikinci sətrinin birinci sütununda ikinci sətrin birinci sütunu, ikinci sətrin birinci xanasıdır, yəni 287-dir, bəli, bu da doğru fikirdir. Cədvəlin birinci sətrinin birinci sütun elementinin şrifti kursivlə yazılıb. Deməli, birinci sətr birinci sütun, birinci sətr birinci sütun italikdir, bəli, kursivləndir, bu da doğru fikirdir. Cədvəl 2 sətr 3 sütundan ibarətdir. 2 sətr, hər sətirdə 3 xanadırsa 2 sətr 3 sütun, bu da doğrudur. Cədvəlin ikinci sətrinin ikinci sütun elementi qalın, ikinci sətrin ikinci sütun elementi prost, adi, qalın yad deyil. Cavabım olacaq nə? Y variantı. Keçdim növbəti suala. Deyir, HTML-də yazılmış kod brauzerdə əks olunarkən nişanlanmış siyahının birinci elementi. Nişan nədir? UL, unordinary list. Nişanlanmış siyahının birinci elementi budur. Yəni C++. Haqqındakı hansı mülahizə doğrudur? C++ haqqındakı mülahizə doğru olmalıdır. Baxaq indi. Sıçan sözü altdan xətt çəkilmiş. Bu C++ sözü altdan xətt çəkilmiş və kursiv şriftlə əks olunacaq, bəli. Yəni, bu mülahizə də doğrudur, altdan xətt çəkilmiş şriftlə. Prosta ki, bunun haqqında mülahizə deyil də, başqa şey haqqında. Bizə C++ haqqında lazım idi, o da B variantında. Baxaq, 9-cu suala. Web səhifədə aşağıdakı cədvəlin alınması üçün HTML-də yazılmış kod fraqmentində nöqtələrin yerinə yazılmalı olan taglər hansılardır? Əla, table görürük burada. Cədvəl. Cədvəlin fikir verin, birinci sütun elementləri, yəni birinci sətrin iki xanası qalın şriftlə yazılıb. Deməli, birinci sətrində 2 xana var. Birinci TR-nin içində 2 xana. Və bunlar qalın şriftlədirsə, bunlar TH tagin içindədir. Çünki TD tagin içində olsaydı, nə baş verərdi? Adi bunlar kimi olardı. Digərə isə deməli TD tagindədir. Deməli, TR, TH, TD olmalıdır. O da olacaq cavab Y variantı. Yəni, necə bildim ki, onun table-ın içində TR, TH, TD 3 tag istifadə olunur. Onun istənilən halda. Yəni, bunu belə də fikirləşib tapa bilərdik. Davam. Keçdik növbəti suala. Nədir? İstinadı nəyədir? Baxın. Edu ifadəsinin istinad göstəricisi kimi istifadə edərək qlobal şəbəkədə yerləşən EduAS veb saytına müraciət edir. Baxaq variantdan. Kompüter lokal diskində yerləşən HTTP yox, lokalda deyil. Kompüterdə lokal yox. Qlobal şəbəkədə yerləşən EduAS veb sayfəsinə. Cavabım olacaq nə? C variantı. Yəni, Edu'nun üstünə basanda elə bil mənə göndərəcək bura. Keçdim, növbəti sual. Web səhifəyə cədvəl əlavə etmək üçün HTML kodu yazılıb. Mülahizələrdən hansılar doğrudur? Yaxınlaşdırdım. Cədvəl 3 sətr 2 sütundan ibarətdir. 2 dənə TR açılıb bağlanıbsa, deməli 2 sətirdir. 2 sətirdir. Doğrunu soruş. 2 sətr, birinci sətirdə məsələn 3 xana varsa, deməli 3 sütun olacaq da. 2 düzdür. Cədvəlin ikinci sətrinin üçüncü sütununda, ikinci sətrin üçüncü sütununda Asya sözü əks olunacaq, düzdür. Cədvəlin ikinci sətrin birinci sütun elementi qalın, ikinci sətrin birinci sütun elementi qalın, bu da düzdür. 2, 3, 4. Cədvəli ayırıcı xətlərinin qalınlığı 1-dir. Table'ın border'ı ayırıcı xətlərin qalınlığı 3-dür. Bu yanlışdır. Cədvəlin ikinci sətrin ikinci sütun elementi kursiv, ikinci sətrin ikinci sütun elementi normal adi formadadır Azərbaycan yazısı. Bu da getdi işlə. Cavabı da qeyd eləmişik. Keçək növbəti sualımıza. Növbəti sual. Nədir?
Uyğunluğu müəyyən edin. Nömrələnmiş siyahı, nömrə, yəni sıralanmış, nizamlanmış olacaq biz üçün OL, yəni B variantı. Təyin etmə siyahısı DL, DT, DD təqələrin ardıcıllığı ilə yaradırdıq. 2-yə geçsək C. İşarələnmiş, sıralanmamış, nömrələnməmiş, nə bilim, nizamlanmamış deyək, nə deyək. Yəni ki, belə qara nöqtələrlə ibarət və yaxud bunu indi dəyişib başqa bəzəkli simvolda eləmək olur əslində. Bu hansı siyahı idi biz üçün? UL, yəni unordinary list. Çədə gedəcək Y. Deməli, nömrələnmiş, hansı ki, nömrələnmiş, nizamlanmış, sıralanmış siyahım oldu OL, yəni 1-ə getdi B. 1B, 2C, 3C, 1B, 2C, 3C cavabım oldu D variantı. Davam, keçdim növbəti suala. HTML koduna əsasən doğru mülahizələri müəyyən edin. Nə deyir? Deyir, web browserda doğrunu soruşur. Əla, baxın, doğru. Web browserda qrafik fail istinad göstəricisi kimi əks olunacaq. Qrafik fail istinadın göstəricisi olması üçün A təqinin içində qrafik fail olmalıdır. Çünki A təqi, baxın, burada bizim istinad göstəricimiz Sumqayıt ifadəsidir. Buradan Sumqayıtdan olan internetlərimizə salam göndərək. Sumqayıt ifadəsidir. Yəni istinadımızın göstəricisi Sumqayıtdır. Əla. Amma qrafik təsvir var, amma istinad göstəricisi deyil. Bu yanlış fikirdir. Web browserda Sumqayıt sözü istinad göstəricisi kimi əks olunacaq. Bəli, elə bayaqdan bunu deyirəm. Nişanlanmış siyahıdan istifadə olunmuşdur. Nişan nədir? UL. UL var burada. Yox, mən OL gördüm ancaq. Yoxdur. Web browserda şəhəri sözü kursiv, altdan xətt və qalın. Şəhəri sözü hardadır? Kursiv, qalın, amma altdan xətt formada deyil. Niyə? Altdan xətt yalnız burada açıb, burada ağılan Bakı sözünə aiddir ancaq. Sonra 3-ün üstünə xətt çəkəcəkdim, 4-ün üstünə xətt çəkəcəkdim, çəkib 5-in üstünə xətt çəkmişəm, bircə dəqiqə. Web browserda Bakı sözü altdan xətt və qalın şriftlə. Həm altdan xəttin içindədir, həm də boldun içindədir, bəli. İstinad info JPG qrafik failinadır, bəli. 2, 5, 6. Cavabım oldu A variantı. Davam, keçdim növbəti suala. HTML kod fragmenti browserda əks olunarkən nömrələnmiş siyahının birinci elementi hansı olar? Nömrələnmiş OL siyahısından söhbət gedir. Ordinary listdən, yəni onun da birinci elementi sıçan ifadəsi, cavabım olacaq B variantı. HTML kod fragmenti nəticəsində web səhifədə əks olunacaq cədvəlin 3-cü sütununu müəyyən edin. Deməli, cədvəlin 3-cü sütunu hər sətrin 3-cü xanasıdır. Birinci sətrin, birinci TR-nin 3-cü xanası, ikinci TR-nin 3-cü xanası, 3-cü TR-nin 3-cü xanası. Yaş, boş, 28. Yaş, boş, 28 cavabım oldu. Nə? D variantı. Yəni əslində HTML-də cədvəllər sətirlər və sətirlərin xanalarından ibarətdir. Və sətirlərin xanaları da ardıcıl düzləndə sütun boyu sütunlar yaratmış olur. Keçdim. Bu 2025-in ikinci şans, bu 2025-in ikinci şansın ikinci HTML sualı. Deməli, nədir? HTML kod fragmenti nəticəsində web səhifədə nə əks olunacaq? Deməli, baxın. U təqi burada başladı, burada bitdi. H və T-mı ifadələri altdan xətt formada olmalıdır. H-la T-mı. Əla. Sonra I təqi italik harda başladı, harda bitdi. İtalik T-mı və L italik olmalıdır. Burada italik deyil, burada italik deyil, amma L italik deyil, burada hamısı italikdir. Plusdakı T-mı hissəsi yalnız bold olmalıydı. Cavabım nəsə oldu? C variantı. Bu sualda belə, ümid edirəm faydalı ola bildi. Yorum atıb, abunə olub, like atmağı unutmayın. Növbəti videolarda görüşərik. Sağ olun, salamat.